Əzizlərim, hər birinizi xoş gördüm. Bugünkü videoda mən sizə şaman xəstəliyi nə deməkdir, bunu izah edəcəm. İlk öncə olaraq istəyirəm başa düşəsiniz ki, şamanizm xüsusi bir din deyil. Bu xüsusi bir adət, ənənələr və xüsusi bir mədəniyyətdir. Qədim adət, ənənələrdən yaranan bir mədəniyyətdir əzizlərim. Bu insanın şuur formasıdır, bu insanın həyatının yaşayış formasıdır. Özünün təbii halıyla, ətrafda təbiətin ruhlarıyla ünsiyyət, ağaclarla, səmayla, quşlarla, heyvanlarla, bütün ətrafındakı ruhlarla ünsiyyət və özünü bu kainatın bir parçası bilmək. Və şaman məhz o kəsdir ki, bütün təbiət qüvvələrindəki ruhlarla, yüksək işıq, belə deyək, və yaxud da ki, orta və yaxud da aşağı aləmlərdəki olacaq bütün tanrılarla, tanrı şuurlarıyla, ruhlar və enerjilərlə əlaqə yaradan, onlarla söhbət edən, onların dilini bilən və onlardan bizə məlumatlar ötürən, onlardan bizə şəfalar verən və insanlardan da tanrılar arasında əlaqə yaradan vasitəçi və körpü rolunu oynayır. Şamanın ilk öncə olaraq xəstəlik anlayışı nə deməkdir? Birinci bilməyimiz lazımdır ki, əzizlərim, şaman həqiqətən ruhlar tərəfindən seçilmiş xüsusi insanlardır. Yəni, bu şəxslərə biz seçilmişlər deyəcəyik. Niyə? Çünki onlar özləri tərəfindən deyil, onlar ruhlar tərəfindən seçilir və ruhlar tərəfindən görəv verilir onlara və onlar artıq başlayırlar xidmətə. Bu deməkdir ki, şaman seçildikdən sonra şamanın həyatında mütləqdir, özünün şəxsi yolunda olan transformasiyalar başlayacaq. Hər bir şamanın şaman olma yolu var əzizlərim. Birincisi, bu həqiqətən çox şərəfli və həmçinin çox acınacaqlı yollardan biridir. Hər şaman şamanlığa gəlməmişdən qabaq, onun həyatında ilk öncə olaraq böyük krizislər baş verir. Böyük axtarışlar yaşayır və bu axtarışları, içindəki sualları sonuçlamaq üçün onun həyatında böyük krizislər başlayır. Bu krizislər bəzən şaman həqiqətən özünün ailə üzvlərini, yaxınlarını itirə bilir. Bəzən özünün sahib olduğu möhtəşəm uğurlu, belə deyək, finansal həyatını itirə bilir. Özünün münasibətlərini, ailə həyatını, uşaqlarını, övladını, həyat yoldaşını itirə bilir. Hər kəsin şaman olmaq yolu individualdır. Amma bu böyük bir transformasiya, yəni sən ölməlisən köhnə mənliyində və yeni mənliyində yenidən dirilməlisən. Bu diriliş nə deməkdir? Biz bu fiziki bədənin içərisində ruhən ölüb dirilirik əzizlərim. Və buna biz, belə deyək, yenilənmə, transformasiya və keçid etmə deyəcəyik. Və şamanda isə bu xüsusi bir proseslərlə gedir. Bəzən şamanların şaman xəstəlik anlayışı o deməkdir ki, bu insanların içərisində çox güclü bir oyanış prosesi gedəndə bu həm ruhsal, həm fiziki və enerjisel transmutasiya prosesləri gedir. Transmutasiya prosesləri nədir? Bu artıq genetik səviyyədə şamanın, şuurunun, bədəninin, hər şeyinin dəyişmə və transformasiyası gedir. Ona görə burada şaman xəstəliyi anlayışı oldu ki, şamanı bütünlüklə qızdırma götürür. Yəni insan, düşünün, fiziki olaraq 2 həftə qızdırmadan yatır və bədəni lomka yaşayır. Şuurunda dəyişimlər gedir. Özünün iyi bilmə, dad bilmə keyfiyyətləri yitir. Gözünə başlayır müəyyən, belə deyək, halüsinasiyalar görsənməyə. Bu reallıqdan tamamilə ayrılır və şamanın ruhunun 5 hissəyə parçalanmağı gedir. Yəni siz artıq başa düşürsünüz, içinizdən siz ruhunuzu götürürlər, parçalayaraq onu 5 yerə səpələyirlər. Və məhz şaman artıq bundan sonra şaman olmağa başlayır ki, bütün ruhunun hissəciklərini bir araya yığıb bərpa etmə yoluna durur. Və bu artıq şamanın özünün yoludur. Yeni mənliyinin onun qarşısında yaratdığı, belə deyək, missiyasıdır. Bu xəstəlik prosesi, belə deyək də, bu şəkildə sizdə keçəcəkdir ki, haradakı bədəniniz qızdırmada olacaq, lomkada olacaq, halüsinasiyalar baş verəcəkdir, reallıqdan itəcəksiniz, müəyyən başqa aləmlərə gedəcəksiniz. Amma ki, əgər ruhlar sizi seçirsə, əzizlərim, siz bu prosesləri yaşayacaqsınız. Biz başa düşməliyik ki, müasir dövrdə yaşayırıq.
Və indiki müasir, məsəl üçün, Avropada, Amerikada, Azərbaycanda, Hindistanda şamanların məskəni olan Peruda fərqi yoxdur. Əgər sən şaman ailəsində doğulmamısan və ruhlar səni seçməyiblərsə, sən şaman ola bilmərsən. Baxın, bu mental blokirovkadır. İnsanlara yeridilən. Başa düşməyiniz lazımdır ki, biz canlı insanıq. Və bizim içimizdə ruh var. Və bizim ruhumuz reinkarnasiyalar yaşayıb, keçmiş həyatlar yaşayıb, gələcək həyatlar yaşayıb. Yəni, kvant məkanında biz keçmişdə də varıq, gələcəkdə də varıq, indi də varıq. Və şaman bunu ayırt edə bilir. Və siz doğulursunuz, Azərbaycan ailəsində gəlirsinizsə, bəzən həqiqətən sənin yoluna uyğun şəkildə sən o katarsisi yaşayacaqsın. Yəni 2 həftə, 1 ay, 3 ay, bəzən çox da ola bilər. Sadəcə həmin o lomka prosesi səndə zaman alacaq. Dad bilmə bu proseslər gedəcəkdir. Yəni uzağı 1 həftə, 2 həftə çəkir bu. Və sən bu prosesi yaşayacaqsan. Ondan sonra artıq başa düşürsən ki, sənin ruhunda parçalanma gedir. Bu nə deməkdir? Bu artıq həyatda mənaların itməyi deməkdir. Mənə artıq əvvəlki şeylər həvəsləndirmir və mən mənamı itirmişəm sanki. Və bunun axtarışına düşürsünüz, bu mənamı axtarmaq istəyirsiniz. Bu deməkdir ki, artıq ruhunuz sizi çağırır, yolunuz sizi çağırır və şaman artıq yola başlayır. Və bu prosesi siz də yaşamısınız, əzizlərim. Bu prosesi bu şəkildə yaşamaya da bilərsiniz. Yəni, bu artıq, belə deyək, ruhlar tərəfindən seçilən, bunu artıq həyatında çox güclü praktik eləyən və bu yolda olan şamanlardan asılıdır, əzizlərim. Və sənin səviyyəndən. Və həmçinin nəsillər anlayışı var ki, sizin nəsillərinizdə artıq şamanlar olubdur. Yəni, siz Türklərdən başlanğıcını almışsınızsa, və xüsusən deyil, İrəvan, Göyçə mahalından gəlmişsinizsə, Qarabağ, Dağlıq Qarabağ əhatəsi, yəni Kəlbəcər, İncidələr və xüsusən İrəvan, Türklərin qədim məskəni və indiki Qazaxstan əraziləri, haradakı türklər indiyənə kimi qalıb, Özbəkistan, Türkmənistan. Bu deməkdir ki, nəsillərinizdə artıq şamanlar olub. Şamanlar türklərin nəsilləridir. Bunu sadəcə xatırlamağımız lazımdır. Və bu sizin artıq genetik fondunuzda var. Dədən, baban, nənən şaman olub, bunu ötürüb sənə. Niyə bugün sən bu haqda maraqlanırsan? Niyə bugün bu səni ilgiləndirir, axtarmaqsa, məlumat toplayırsan, okursan yazdım, bu kursan yazdım, bunu mu oxuyun, bunu mu dinləyin? Niyə? Bu sənin şaman yoluna çağırışındır. Artıq yol səni çağırıb, sən artıq yoldasan, amma fərqində deyilsən bunlara. Və bunun fərqinə varmağın üçün nə? Təbii ki, insanın özü ilə baş-başa qalmaq məqamı, qeybə çəkilməyi, özünü xatırlamağı və bu prosesdə sən anlayırsan ki, sən sadəcə özünü unutmuşdun və özünü indi xatırlamağın lazımdır. Bu, şamanın yoludur. Və şaman o kəsdir ki, hansı ki, biz, belə deyək, müəyyən çoxlu məktəblər görəcəyik. Biz bir baza şamanizm məktəbini görməyəcəyik, əzlərim. Hər xalqların, dədə-babalarından gələn özlərinin o adət-ənənələri var. Və şamanizm bir yol deyil, şamanizm şaxəlidir. Amma şamanizmin total mənası təbiət. Ana ilahə təbiət. Və ona görə də biz çoxlu aşıq sənətində, türk dastanlarında ana, Ahura Mazda ilahə, Humay ana, hansı ki indi daha çox məşhur olan musiqidir, Qazaxstanda olan. Və biz bu dastanların içərisində artıq şamanizmin özünü, belə deyək də, bəlkə də əzəli mənbələrdən eşitmiş, dinləmiş oluruq. Çünki biz bu əsatirlərə, əfsanələrə, dastanlara dinləyərkən bizim qəlbimiz oyanır. Biz bu sevgiyə inanırıq, maraqla dinləyirik ki, indi nə olacaq, debatlar, dəyişmələr, aşıqlar çıxır, sazla qıfıl bəndi, necə deyirlər, oynayırlar, açma. Yəni, qalib gəldi, yenildi, başa görürsünüz, bu sevgi dastanıdır. Və insanlar kənd, xalq, mahal, el, oba ilə bunu dinləyib qulaq asırdılar. Və bunu proqramlayırdılar artıq, başa görürsünüz. Yəni, nə qədər orada sevgi var idi, nə qədər orada süləhməmanlıq var idi ki, insanlar hamısı saz dinləməyə qaçardılar və maraqla dinləyərdilər və özlərinin həyatının mənası eləyərdilər. Və mənim özümün bunu dinləyərkən, içimdən, belə deyək, mənim özümün şaman kanalından, nəslimdən, ulu dədə-babamdan veriləcək məlumat oldu ki, bu tanrıların dilidir. Tanrılar bu cür danışır, sevginin dili ilə. Bir-biri ilə sevgi yarışması qurmaqla. Və biz bunun çoxunu hinduizmdə də görəcəyik. Bir çox hinduizmin dastanlarındakı Ramayana, Mahabharata dastanlarında görəcəyik. Və hər mədəniyyətən, hər xalqın özünün qədim deyək bilgilərini görəcəyik. Və burada artıq nə? İki aşiq, sevginin aşiq olmaq, aşıq, yəni o aşıq da artıq dəyişməsi, sevgini izah etməsi, anlatması
Bu artıq bizim şuurumuzu nurlandır, oyadır. Çünki Tanrı özünü belə deyək, nağıllarda, əfsanələrdə, əsatirlərdə, miflərdə real obraz kimi bizə göstərir ki, biz buna inanaq. Təbii ki, bizim şuurumuzun onun qüdrətini, əzəmətini dərk etməyə biz müəyyən proseslərlə məhduduq, amma bizim ruhumuz məhdud deyil. Və bunu insan dərk edərkən, oyanma baş verəndə bunu sizin bədəniniz algılamalıdır. Bunu sizin şuurunuz, ruhunuz dərk eləməlidir. Və ona görə də hər kəsin yolu, zaman, missiya, səyahət anlayışı var. Və həmçinin də macəranı maraqlandırmaq. Bu ruh bu şəkildə danışır əzizlərim. Yəni ruh absolutdur. Və nəyi demək istəyirəm? Məsəl üçün, mənim şamanizm akademiyasında əvvəl ali magiya adı altında olan 8 aylıq kursdur və bunun adını şamanizm olaraq yeni ad verərək və içərisini tamamilə şamanizmlə belə deyək də bəziyib, necə deyərlər, büzüyərək təqdim edəndə mən gördüm ki, bir çox kursa gələn insanlarda ilk başda hər birində bu proses yaşanır artıq. Deyirlər ki, Rəhna, qızdırmam qalxdı, özümü pis hiss edirəm, baş ağrılarım oldu, ürəyim bulandı, nə bilim, həyatımda nəsə nələrsə yoluna getmədi, vay, bəs mən bura gəlmişdim, dəyişməyə nə oldu? Yolun başlanğıcı budur, şaman yola bu cür başlayır. Və mən deyəndə ki, kursda çalışın, rahatlaşın, çalışın, səbirli olun. Yəni, bu sizin təmizlənməyinizdir, ruh, enerjisel. Bura qədər yığdığınız məqamların təmizliyidir. Bunu səbirlə atlatmalısınız. Və insanlar həqiqətən səbirlə buna, belə deyək də, dözəndə yaxşı mənada, yəni bu disiplindir. İnsanların həyatından artıq qat-qat proseslərin getdiyini görürsən. Həyat yoldaşına münasibəti düzəldi, övladına münasibəti düzəldi, anasına münasibəti düzəldi, işi düzəldi, pulu artdı, nə bilim, qabağa getdi, əlində təkliflər gəldi. Nə? Özünün, belə deyək, səbirlə içindəki olanları atdı və şaman yoluna dayandı. Və təbii ki, bu yol, əzizlərim, şaman heç vaxt deyə bilməz, mən dayandım, bitdim. Şamanın özünün yolu var. Şaman, belə deyək, şəxsiyyətsizdir, şaman egosuz birisidir, yəni egoya sahib deyil bu insan. Siz şamana nəyisə söyləsəz, o bundan inciməyəcək, o bundan küsməyəcək, o bunu dərs kimi anlayacaq, başa düşəcək ki, sənin də bir ağrın var, ağrını görürəm, amma özünü aid etməyəcək və yoluna davam edəcək. Və siz artıq buna heyrətlənəcəksiniz ki, bu insan, vau, yəni mən məsəl üçün pis bir şey dedim, bu insan təsirlənmədi, vecinə almadı, belə reaksiya da vermədi. Və o zaman artıq siz özünüzü dərk etmiş olacaqsınız. Ona görə deyirlər ki, həyatda bir dəfə övliya şəxsiyyətlə görüşmək uğur deməkdir, oyanmaq və ayılmaq deməkdir. Ona görə buradan bu videonu dinləyən bütün həm yeni indi Şamanizm Akademiyasında olan tələbələrimə də söyləmək istəyirəm ki, siz qartal ruhundan gələnlərsiniz. Tanrılar ilk öncə olaraq qartalı yaratdı. Çünki qartal yüksəkdə uçan quşda heç kəs onun yüksəkliyinə qalxa bilmir. Və qartal hər şeyi yuxarıdan gördü. Bu şamanın ruhudur, şamanın ruhu qartaldır əzizlərim. Və gələrkən insanlarla əlaqə yaradanda insanlar onun dilini anlamadı. Və qartal geri qayıdıb tanrılara söylədi ki, məni insana döndərin. Və o zaman artıq şamanın ruhundan və həmçinin qarğanın da ruhundan yaranacaq, süzülən gələn şaman, yeni insan növü yarandı. Ona görə də şamanların genləri fərqlidir. Onların ümumiyyətlə genetik konluq, xromasomları, hər şey fərqlidir. Və əgər Vedmak filminə baxsaz, Hollywoodun olacaq filmidir ki, bu da real, belə deyək, Norveç əsatirlərində, miflərindən gələn personajdır ki, Vedmak olmamışdan qabaq onun özü bədənsel olaraq transformasiya yaşayır. Yəni bədəni tamamilə transgender mutasiyadan keçir hər şeydən. Və ona görə çoxları gəlir mənə deyir ki, Rəhna, biz səni tanımırıq. Sən artıq başqa birisisən. Bəli. Çünki Rəhnanın şaman olma prosesi barədə baş verdi. Və həqiqətən Bufo şaman seremoniyasında fiziki klinik ölüm prosesi keçirdib, ora gedib gəlib diriləndən sonra mənim artıq, belə deyək, bütün nəslimdən olanlar səsləyəndə mən artıq bütün telepatiyada, ruhumda, görücülüyümdə mən artıq bundan imtina etməyə heç bir şansım yox idi. Və mən sadəcə bunu, necə deyərlər, arxasından getdim və izlədim. Və indi günü bugünkü yenə həmin Rəhna, amma artıq özünü dərk etmiş Rəhna və kim olduğunu bilən Rəhna. Və hər birinizi kim olmağı öyrənməyə dəvət edirəm.
Şamanizm Akademiyasında 8 aylıq, belə deyək, bu yolun özünün dərk etmək, özünü oyatmaq, özünü hiss etmək, əzələ özünə geri dönmək. Burada sən yeni heç nə öyrənməyəsən, burada sən özünü sadəcə xatırlayacaqsan. Və bu yola, bu səyahətə 8 ay mənlə birlikdə 8-ci arkanın gücü altında, haqq ədalət gücünün altında səni dəvət edirəm. Öpürəm, hələlik.